Salamat istedi yani. Allah'a şükürler olsun. Artık gelip satmışıq. Ne yuxu değil, ne de xəyal değil. Şükür olsun Allah'a ki, gündə adını azanda 5 dəfə eşitdiyimiz, kəlmə-i şəhadətdə hər dəfə adı çəkilən, məxluqatın, yaradılmışların hər birinin səbəbkarı Hz. Peyğəmbərimizin mübarək ziyarətgahının ərazisindəyik. Hasar ki var, biz daxil olduğumuz qapıdan 4 bir tərəfdə. Hasardan içəri daxil olduq, bilək ki, Hz. Peyğəmbərimizin huzurundayıq. Əhl-i Beytin öz hədisləridir ki, onları dünyasını dəyişəndən sonra ziyarət eləməklə, sağlıqlarında ziyarət eləməyin fərqi yoxdur. Sadəcə biz elə bilirik ki, sağlığında görmədik, dünyasını dəyişib, indi gəlmişik qəbrinin ziyarətinə. Əslində mənəvi baxımdan özləri buyururlar ki, hər ikisi eyni.